Dəyərli xanımlar, baxın, çox mesajlar gəlir mənə xanımlardan ki, xanımlar üçün də məşq proqramları paylaşır, yəni hərəkətlər paylaşır. Əslində müəyyən bir neçə hərəkət var ki, onu xanımlar eləməsə yaxşı olar. Amma qalan məşqlərin hamısı eynidir. Xanımların ən həssas nöqtələrindən biri bədəndə, yəni. Ropadır, ayaqdır, yəni normal formaya gətirmək istəyirlər. Bel incətmək, bunların hamısını qoyuram bir kənara. Amma sən əgər belə deyək, görünüşlü, yaxşı arxa əzələ istəyirsənsə, formalı əzələ istəyirsənsə, belə deyək. Yəni, bədən şəkilləndirməsiz, idmanla. Sənin eləyəcəyin hərəkət budur. Mən indi burada göyərirəm, fısıldayıram, rəngim dəyişir. Bunlara siz fikir vermirsiniz. Bu çəkilərlə işləmək məcburiyyətində deyilsiniz. Siz sadəcə olaraq normal, hətta xanımlar məsələn göy zad qoyurlar bu oyunlarına, freestyle yarışlarında, problem yoxdur. Yetər ki, sən layiqincə məşqi verə. Bu freestyle hərəkətidir. Sizi figuraya salacaq, formaya salacaq hərəkətdir. Bunu bu boyda, bu boyda krasovka ilə eləməyin. Hansısa müəllim də o məsləhət görsə ki, bu boyda krasovka ilə elə, bil ki, sənin ən böyük düşmənlərindən biridir, ya da ki, beynin, başının içində beyin yoxdur. İndi gələk freestyle hərəkətinə. Bu hərəkətin texnikası. Tutuq, keç bırak. Hə, yaxşıdır, yaxşıdır. Bu nömrələri sizin bərabərində aralı. Möhkəm tuturuq, bax belə, qorxmadan. Ziliri, bu hərəkətə. Hop, züt, züt. Ayaqla ağırlıq sür tabana. Götürdük və sıxdıq. Və bu hərəkəti eləyərkən, əziz xanımlar, tam oturmaq lazımdır. Yəni necə? Gərginlik altında, çəkinin gərginliyi altında. Bax. Nəfəs alınır içəri. Baba, baba. Qalxanda verdik nəfəsi. Yavaş, yavaş. Bir daha. Ayaqlar yerə tam yapışmış. Tabanlar içəri, pəncələr biraz aralı. Baxın. Yəni, burada demək istədiyim, yavaş oturup, sürətli qalxmaq lazımdır. Bunda qaydası. Sonra gətirməyim, ehmalca bunu yerine hərəkətdən çıxırıq. Rebin bağlamışıqsa ki, bağlayıb. Açırıq, başlayırıq gəzişməyə, nəfəs almağa. Sağ olun, qaqalar, maçı.